Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün Şəki mətbəxinə aid olan piti hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Ərzaqlarımızın hamısını bir-bir göstərirəm. Və keçirik yeməyimizi hazırlamağa. İlk öncə qeyd edim ki, piti qabını istifadə etməmişdən qabaq bunu 1-2 saat adi su ilə qaynadıram. Sonra o suyu atıb yeməyimizi bişirməyə başlayıram. İlk öncə qazanımıza əti əlavə edirəm. Ət quzu ətidir, doğramışam, yaxşı-yaxşı yumuşam. Üzərinə islatdığım noxudu, quyruğu əlavə edirəm. Quyruğu bir çoxu yemək bişənə yaxın əlavə edir qazana. Amma məncə fərqi yoxdur, belə də əlavə etmək olur. Zaten elə də, belə də bişir. Ona görə də mən elə bu başdan əlavə etdim quyruğu da. Üzərinə su əlavə edib bunu bişməyə qoyacağam. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Gördüyünüz kimi artıq qaynayıb, kəfi yığılıb, kəfini yığıram. Qeyd edim ki, mənim bu piti qabım 4-5 nəfərlikdir. Ərzaqları da ona uyğun əlavə etmişəm içərisinə. Soğanı da gördüyünüz kimi xırda-xırda doğrayıb əlavə edirəm. Ərzaqlarımızı mərhələ-mərhələ əlavə edirəm içərisinə. Siz istəsəz soğanı 4-5 yerə də bölüb əlavə edə bilərsiniz. Amma mən bunu xırda-xırda doğradım. Və biraz bişəndən sonra şabalıdı da əlavə edirəm. Və sona yaxın, bişənə yaxın albuxarasını əlavə edirəm. Çünki albuxara tez bişir, bunu sonda əlavə edirəm. Üzərinə 1 çay qaşığı duz əlavə etdim. Və burada zəfəran dəmləyirəm. 1 qaşıq zəfəranı dəmləyirəm. Əgər sizdə zəfəran yoxdursa, sar köklə də əvəz edə bilərsiniz. Artıq zəfəranımız da dəmlənib, gördüyünüz kimi yeməyimizin üzərinə əlavə edirəm. Saxsı qabda bişən yeməyin dadı bir ayrı olur, çox dadlı olur. Həm dadlı olur, həm faydalı olur. Artıq pitimiz bişdi, gördüyünüz kimi qabımıza çörəyi doğramışam. İlk öncə pitinin suyunu əlavə edirəm çörəyin üzərinə və içindəki ətləri, qalan ərzaqları başqa qaba əlavə edəcəm. Bəli, bunun yeyilmə qaydası budur. Çox dadlı, ləzzətli bir yemək alındı. Burada ətin necə yumşaq, necə dadlı bişdiyini göstərirəm. Yumşaq bişib. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər sağ olun. Allah'a əmanət olun.